Bu şəkildə motorun çıxardırıq zıborcasını. Gətir buranı. Motora bir dənə bax, gör nə gündür. Bax. Buraların görsünüz. Bərbad vəziyyətdədir. Yuxarısını çək. İndi biz bu motoru nə edəcəyik? Söl hissəsini sökəcəyik. Bu hava sistemi ki var. Kollektor, zaslonka, samovar, kəpənəklər hamısı söküləcək və ilk növbədə motorun çöl hissəsi təmizlənir. Yəni, ən çox vaxt çöl hissəsini təmizləməyə gedir. Çünki görsün nə gündədir, onu biz edirik təzə kimi. Və hava sistemi gedir, orada pech aparatımız var, pech isə təmizlənir. Ondan sonra korobka sökülür. Korobka görürsünüz, zavodda göstər buranı. Açılmayıb korobka bu günə kimi, bax, görsən, zavodskoy germetikasıdır. Korobka tam şəkildə sökülür, botları sıxılır, içi yoxlanır, yuyulub təmizlənir, orijinal yağ filtri, yağı və qranat salnikləri də dəyişilir. 1200 manatlıq paketin içindədir. Hava sistemi təmizlənir, hava sisteminin salniki təzəsi qoyulur və gətir bura. Üst krişkadır, açılır, qabaq krişkası açılır. Motorun içi təmizlənir, tərtəmiz, orijinal sep başmaqla dəyişilir və üst prokladkası, farsunka şaybası hamısı dəyişilir. Çünki bunun adı ümumi qulluqdur, bütün işlər rəfənli görülməlidir. Və həmən iş gələndə, misal kitabından, salnikindən yağ buraxırsa zəhmətə qalmırıq. Salnik alınır, dəyişilir. Bu roliklərdə problem varsa baxılır. Xadavoy hissəsi tam yerdədir. Həmən vaxtı yoxlanılır. Əgər nəyəsə dəyişməyə ehtiyac varsa, yerdə ikən dəyişilir, qabağa düşsən. Bəzələri deyirkən 1200 manada motor alaram, nə alaram? 700 manada təkcə sepi dəyişəndə, 400-420 manada korobkanın yağın filtrini dəyişəndə qranat salnik nəzatla bir yerdə. Halbuki 1200 manat versən, bütün bu işlər görülür, həm də ki, motorun çöldə təmizlənir, içi də olur ideal. Videonun axırında bunun təmizlənmiş formasını da paylaşacağım. Bütün işlər görüləndən sonrasında çəkib videonun axırında göstərəcəm. Bağla. İndi gəlin təmizlənmiş formasına baxın, görürsünüz, motorun içi də çöldə ideal şəkildə təmizlənir, klapanların yeri. Yəni üstündə sep dəyişdirəndə, yəni bu cürünə ideal iş görmək mümkündür də. Çünki motor düşəndə rahat hər şey göz qabağında olur və yoxlanır. Bu da sep başmaq dərsimizin hamısının göz qabağında göstərirəm ki, kimdəsə şübhə qalmasın. Bax, korobka da söküldü, botları sıxıldı, yuyuldu, təmizləndi, görürsünüz, tərtəmiz. Qranat salniklərinə kimi dəyişiləcək. Görürsünüz, bircə hamısı yoxlanır. Səhifədə əlaqə nömrə var, ünvan da NCS Xəzər TV-nin yanında. Veyzdə Rəhman Usta Yasin ilə çıxacaq, 8 Noyabr prospektinin yaxınlığındadır.